oruç tutmaq bizə öyrədir ki, insan öz üzərində qələbə qazanır. Məsələn, adam var deyir, mən bunu başarmaram, mənim əlimdən gəlməz, mən bunu bacarmaram. Allah Taala insanın nəyə qadir olduğunu özünə göstərir. İnsana göstərir ki, sən həqiqətən bunu bacararsan. Sən bunu bacararsan. Bax, bu həmin Ramazan ayının orucunda Peyğəmbərimiz buyurur ki, ən üstün və ən gözəl əməllərdən biri budur ki, insan öz əxlaqını gözəlləşdirsin. Öz əxlaqını gözəlləşdirsin. Başqa bir ayədə Allah Taala buyurur ki, insan özünü daha yaxşı tanıyır. Hər kəs özünü daha yaxşı tanıyır. Bilir nəyi çatır onda, nəyi çatmır. İndi o ki, xüsusiyyət adamda yoxdur, gərək onu bərpa eləsin, hələ Ramazan ayının fürsətindən istifadə eləsin. Həzrət Peyğəmbər buyurur ki, Eyyuhənnəs, ey insanlar, mən həssənə minkum fi həzə şər xulqəhu, hər kəs bu Ramazan ayında öz əxlaqını gözəlləşdirsə, əxlaqın gözəlləşməyi hələ İslam dininin yayılma səbəblərindən biri gözəl əxlaqdır. İslam dininin yayılma səbəblərindən biri gözəl əxlaqdır. O insanlar ki, İslam dinindən uzaqdılar, İslam dinindən xoşları gəlmir, onlara gözəl əxlaqla başa salırsan İslam dinini. Həzrət buyurur ki, hər kəs Ramazan ayında gözəl əxlaq öyrənsə, qiyamət günündə Sirat körpüsü var. Orada ayaqların titrədiyi vaxt, ayaqları möhkəm keçəcək o körpüdən. Gözəl əxlaq sahibləri.